Aprelin 11-də qardaş Özbəkistan istehsalı olan Çimildik komediyasının Azərbaycanın kinoteatrlarında nümayişinə başlanılıb. Komediyanı uzun müddət Azərbaycan televiziya məkanında populyar Özbəkistan istehsalı olan Namus serialının müəllifləri lentə alıb. Komediyada sevib evlənən Tohir və Zuhranın həyatından bəhs edilir. Bu gənc cütlük bir-birini çox sevsə də, kiçik ailə fikir ayrılıqları üzündən boşanmaq qərarına gəlirlər. Boşanma ilə bağlı məhkəmə qərarını aldıqdan sonra onlar özlərini rahat hiss edirlər və dərhal yeni, azad həyat üçün müxtəlif istiqamətlərə yola düşürlər. Lakin tale onlara gözlənilməz sürprizlər yaşadır. Onlar gecələr harda yuxuya getməsindən asılı olmayaraq, hər səhər İncəsənət Muzeyində quraşdırılmış Çimildik ilk toy gecəsini simvolizə edən ənənəvi toy çadırının içərisində oyanırlar. Onlar arasında davamlı olaraq mübahisə gedir və bir-birlərindən mümkün qədər tez qurtulmağa çalışırlar. Lakin hər səhər yenə həmin Çimildikdə bir araya gəlirlər. Bu vəziyyət hər gün təkrarlanır və onlar baş verənlərə görə bir-birini günahlandırmağa başlayırlar. Bu sirrə son qoymaq ümidi ilə hətta ekstrasensə belə müraciət edirlər. Çox fərqli şəkildə, yəni mən heyran oldum Dədəxanın aktyorluq oyununa. Çünki gözləmir, Namusda bir başqa ampulayda, yəni tərz olaraq çox ağır, ciddi. Burada yenə də ciddiyyət var, amma daha ritmik və belə deyək, tamaşaçıya özünün o gözəl aurasını ötürməyi bacarmışdı. Heyran qoydu bizi Dədəxan. Təşəkkürlər. Xoş gəlmisiniz bir də. Bu Çimildiyin arxasında hansı sir gizlənir? Bu sualın cavabını film personajlarının insan münasibətləri, dəyərləri və sınaqlarından bəhs edən Çimildik filmində tapmaq olar. Çox maraqlı bir filmdir. Mən deməli Özbək filmlərini səsləndirmişəm, ancaq komediya janrında elə səsləndirməmişdim. Təklif olunanda ümumiyyətlə bilmirdim ki, nədir. Bunu görəndə filmə gedib səsləndirəndə, yəni çox ləzzət aldım. Səsləndirdiyim obrazda bu xanımdır, Zaks işçisidir. İndi görəcəksiniz də onun, yəni çıxışlarını orada. Yəni çox maraqlı, özümə çox ləzzət elədi. Həqiqətən də başqa bir obraz idi. Film Azərbaycan dilinə ERS Dublyaj Studiyası tərəfindən dublyaj edilib. Əsas rolları dublyaj aktyorları Yemin Nəsirli və Nəzakət Məmmədli səsləndirilib və prosesdə onlarla tanınmış Azərbaycanlı səs aktyoru və aktrisası da iştirak edib. Tərcümə, montaj və üslub Ülviyə Heydərayevaya məxsusdur. Filmin dublyaj rejissoru Rövşən Məmmədlidir.